Salam uşaqlar. 5-ci sinif 1-ci hissə namaz oradan izah edirəm. Abunə olmağı unutmayın. Birinci tapşırığımıza baxırıq. 394.367 ədədlə başlayaraq hər dəfə 1000 artırmaqla 400.000-dən kiçik ədədləri yazın. Yəni, baxırıq 394.367-dən 1000 artırmaqla. Yəni, üzərinə 1000 gələcək. Yenə 1000 gələndə uşaqlar, özünüz bilirsiniz də, yəni. Bu minlik artır, bu minlik artır. Minliyi artı gedir. Bir dəfə bu olur. Bir dəfə də minliyi artır. Bu olur. Baxın, gördünüz. 4, 5 artan budur, minliyimizdir. Demək, ədədləri yazın. Hansılar oldu? 394.367-dən artaraq hansılar olur? Baxırıq. 395.367 sonra hansı olur? 396.000 baxın, 396.367 yenə 1000 artır. Hansılar olur? Bunu mürtəziyə alın. 397.367 digər nə olur? 398.367 indi nə olur? 399.367 demək, hansı ədədlərimiz oldu? 400.000-dən kiçik. Çünki mən bunun üzərinə 1000 gələndə olur 400.000 nə qədər? 367. Ona görə 1000 gəlmirəm. Bildinizdə uşaqlar, baxın, bunun üzərinə 1000 gəlirəm. 7, 6, 3, bunun 9-un üzərinə 1 gəlir, 10. Bir yadda, bir yaddan da bunun üzərinə gələm, yenə 1. Bax, gördü, 400.367. Gördünüz, 400.000-dən kiçik deyir axı. Ona görə bunu götürmək olmaz. Hansılar yerləşdi? 1, 2, 3, 4, bu da 5. 5 ədədimiz, kiçik ədədlərimizi yazın. Hansılar oldu? Bu ədədlər, mürtəzənin içində olan ədədlər. Keçirəm ikinciyə. Deyir ki, 857.419 ədədindən 500.000-lik təklik, onluq, yüzlük, minlik, 10.000-lik, 100.000. 100.000-imiz hansıdır? 5. Altına 5 yazıram. Çıxdıqda deyir. 6 10.000-liyimiz təklik, onluq, yüzlük, minlik, 10.000-lik. 6 10.000-lik. Sonra 4 minlik təklik, onluq, yüzlük, minlik. 4 minlik. 6 yüzlük təklik, onluq, yüzlük. 6 yüzlük. 3 onluq təklik, onluq. 3 onluq. Onluq. Təklik yoxdur, ona görə 0 qoydum. Deyir, çıxdıqda neçə alınır? 9, 11-dən 3 çıxanda 8. Burada neçə qaldı? 3 qaldı. 13-dən 6. 7. Burada neçə qaldı? 6. 6-dan 4. 2. 15-dən 6. 9. 7-dən 5. 2. Demək, nə alındı? 200.000. Bax, indi yazıram. 200.000-lik. 9 10.000-lik. Baxın, təklik, onluq, yüzlük, minlik, 10.000. 9 10.000-lik. Təklik, onluq, yüzlük, minlik. 2 minlik. Təklik, onluq, yüzlük. Minlikdən sonra yüzlük gəlir. Yüzlüyümüz nə oldu? 7 yüzlük.
təkli onluq və 7 yüzlük, təkli onluq, 8 onluq, 9 təklik. Qalanlarımız budur. Yəni 292.789. Keçirəm üçüncüyə. Deyir ki, bu ədədi 417.518 ədədinə 9-10 minlik, 8 minlik, 6 onluq, 7 təkli əlavə etdikdə hansı ədəd alınır? Gəlin ədədimizi yazalım. 9-10 minlik, 9-10 təkli, onluq, yüzlük, minlik, 10 minlik, 10 minlik. Bax burada. Təkli, onluq, yüzlük, minlik, 10 minlik. 9-10 minlik. 8 minlik. Təkli, onluq, yüzlük, minlik, 8 minlik. 6 onluq. 6 onluq. Baxın, təkli, onluq, 6 onluq. 7 də təkli. Əlavə etdikdə hansı ədəd alınır? Ortada ədəd qalırsa biz burası 0 atırıq. Çünki yüzlüyümüz yoxdur. Baxın, bunların içində yüzlük var. Yüzlüyü verib, xeyr, ona görə 0 götürdüm. Alınan ədədləri sözlərlə rəqəmləri açıq şəkildə yazın. Əlavə etsək. Əlavə etdik. 8-in üstünə 7. 15 bir yadda. 1-in üstünə 6. 7 bir yadda da 8. 5. 15. 11. Bu da 5. Eləmi uşaqlar? Bu oldu. İndi deyir ki, alınan ədədlər, sözlər, rəqəmlər açıq şəkildə və açıq şəkildə yazın. Belə eləyəyin də, belə ifadə edirəm. 515.585 yazarsınız ki, 515.585. Belə sözlə də yaza bilərsiniz. Mən gəlin, belə eləyirəm. Bir xamecə vermişdi. Təkli, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 500 minlik. Belə yazıram. 500 minlik. Təkli, onluq, yüzlük, minlik, 10 minlik. 1, 10 minlik. 10 minlik. Təkli, onluq, yüzlük, minlik. 5 minlik. Təkli, onluq, yüzlük. 5 yüzlük. Təkli, onluq. 8 onluq. 5 təklik. Budur. Cavabımız odur. Dördüncüyə baxıram. Verilən ədədləri onluqla, minliklə, 10 minliklə mərtəbəsinə qədər yuvarlaşdırın. Gəlin hər birini onluqlara görə eləyək. Onluqlara görə. Hər birini onluqlara görə eləyim. Bütün ədədləri yazıram. Deyir, onluqlara görə eləyin. Əvvəlcə biz birinci şərtə görə uyğun edirik. Təkli onluq. Onluğumuz budur. Onluğumuz budur. İşarəni qoyuram. Onluğumuz. Onluq. İkinci ədədimiz onluqdur. Baxırıq. Sıfırdan sonraki ədəd böyük ədəddir. Ona görə nə edirik? Sıfırı bir vahid artırırıq. Uşaqlar, qaydası belədir. Özündən sonraki 5
6, 7, 8, 9 olarsa, baxın, yəni bundan, bax, sıfırdan sonra, onluğumuz sıfırdır axı. 5, 6, 7, 8, 9 olarsa bir vahid artacaq. Yəni 0 olacaq nə? 1 olacaq. Olarsa həmin ədəd bir vahid artır. Ədəd bir vahid artır. Artır. Bildinizdə uşaqlar, 0 olur 1. O bizlər olduğu kimi qalır. Sonuncu sıfıra çevrilir zaten. Oldu mu? İndi baxın. 2-dən sonra mədədimiz dedik axı 5, 6, 7, 8, 9 olarsa 8-dir də. Baxın, var. Da var. Demək, bir vahid artacaq. 2 olacaq nə? 3. 750.330. Həqiqətən 28 nəyə yaxındır? 30-a. Baxırıq. Burada 2-dən sonra mədədimiz böyükdür. Ona görə 2-miz nə olacaq? 3. 891.630. Sıfırdan sonra mədədimiz neçədir? 5'dir. Dedik ya 5, 6, 7, 8, 9 olarsa bir vahid artır. 0 olacaq nə? 1. Öncəki ədədlərimiz dəyişmir. 7, 5, 6, 0. Da nə olacaq? 1, burası da 0. Bu olacaq 1. Bu zaten sonuncu 0 olur. İndi də 2-dən sonra mədədimiz neçədir uşaqlar? Böyük ədəddir. Yəni 5, 6, 7, 8, 9. Baxın, burada var da. Ona görə 2'miz qalxacaq, 3 olacaq. 340.930. 8. 8'dən sonra mədədimiz nədir? 8. Yəni böyük ədəddir. Baxın burada. Burada var. Ona görə bir vahid bu artacaq. Yəni 500.290. Cavabımız bu oldu. Keçirik indi bu ədədləri nəyə görə yuvarlaşdırırıq? Minliklərə görə yuvarlaşdırın deyir. İndi isə nəyə görə? Minliklərə görə yuvarlaşdıracağım. Min. İkinci variantımız nədir? İkinci minliklərə. Minliklərə görə. Təklik, onluq, yüzlük, minlik. Minliyimiz hansıdır bu? Təklik, onluq, yüzlük, minlik. 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 Təklik, onluq, yüzlük, minlik. İndi xat çəkdik. Xat çəkəndə 7'dən sonra ədədimiz böyükdür. Olacaq nə? 8. 318.000. 0'dan sonra ədədimiz nədir? Kiçikdir. Elə özü qalacaq. 750.000. 1'dən sonra ədədimiz nədir? Böyük ədəddir. Ona görə nə olacaq? 892.000. Bildinizdə uşaqlar. Baxın, 1'dən sonra ədədimiz böyükdür deyə birimiz olacaq 2. Zaten sonuncular 0 olur. Burada da baxın. 6'dan sonra ədədimiz kiçik ədəddir. Özü qalır. 756.000.
Sıfırdan sonra mədədimiz böyük ədəddir. Baxın 9 nədir? Böyük ədəddir. Ona görə 341.000 olacaq. Bir vahid artacaq. Sıfırımız olacaq 1. Yine bu sıfırdan sonra mədədimiz kiçik ədəddir. Ona görə elə özü qalacaq. 500. Baxın 500. Bu da nə olacaq? Sonuncular. Minlik. Minlik deyəndə uşaqlar bilin ki sonunda 3 dənə sıfır olur. 10 minlik olanda 4 dənə sıfır olur. Ona görə biyəxlərin 10 minlikdə sonuncular onluqlar deyəndə bir dənə sıfır olur sonuncuda. Hələm 10 minliyə çatmamışıq. İndi 10 minlikləri yazıram. İndi deyir ki 10 minliklərə görə yuvarlaşdırın. 10 minliklər. Təklik, onluq, yüzlük, 10 min. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Baxın, 5-ci ədədimiz 10 minlik. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 5-ci ədəd. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 5-ci ədəd. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Bu da 5-ci ədəd. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Bu da 5-ci ədəd. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Gəlin indi yuvarlaşdıraq. Birdən sonra mədədimiz böyük ədəddir. Ona görə 32 sonuncular neçə dənə sıfır olacaq? 4 dənə sıfır olacaq. 10 minlik dedik axı 4 dənə sıfır olur. Baxırıq. Sonuncular zaten bu sonuncular sıfır olur. Neçə dənə sıfırımız olacaq? 4 dənə. 5-dən sonra mədədimiz kiçik ədəddir. Elə özü qalacaq. Baxırıq. Sonuncular nə qədərdir? Sıfırımız 4 dənə. 1, 2, 3. Bu da 4. 9-dan sonra mədədimiz kiçik ədəddir. Elə özü qalacaq. Sonra 4 dənə sıfır yazırıq sonuncuya. Baxıram. 5-dən sonra mədədimiz böyük ədəddir. Ona görə 6 olacaq. 4-dən sonra mədədimiz kiçik ədəddir. Elə özü qalacaq. 340.000. Yenə 0-dan sonra mədədimiz kiçik ədəddir. Elə özü qalacaq. Baxın. Buralar 0 olur. 50'in özü də 0'dır. Oldu. 500.000. Cavabımız bunlar. 4-cüyün keçdi. İndi 5-ciyə. 5-ciyi keçirəm. Uyğun ədədləri yazın deyə. 6'nın bölünənləri. 6'nın bölünənləri hansılardır? Bölünən, bölən, qismət. Baxın. Bölünə A bölünsün B bərabərdir C. Yəni, 8 bölünsün 2 bərabərdir 4. Yəni, bölünən, bölən, qismət. Belə başlıqlarına yazın. Bölünən, bölən, qismət. İndi 6'nın bölünənləri. Yəni, bu böyük ədədimiz. Bölünən, nən var. Baxın, burada nən var. Yəni, 6'nın bölünənləri. 6 demək özü böləndir. Bölünənləri hansılardır? Baxaq burada. 6'nın bölünənləri 24, 48, birinciyə yazıram. 24. 24 6'ya bölünür də. Bildinizmi uşaqlar? Bölünən. 48 də 6'ya bölünür. Bu da bölünən. 66 da 6'ya bölünür. Bu da bölünən. Baxın bunlardır. Bölünənlərimiz hansılardır? Bax. 24, 48, 66. Baxın 120 də 6'ya bölünür. Bu da yenə bölünən sayılır. 132 də 6'ya bölünür. Bu da bölünən.
Demək, neçə dənə bölünənlərimiz var? 6-nın bölünənləri 5 dənə bölünəni oldu. İndi ikinciyə keçirəm. 54-ün bölənləri. 54 hansı ədədlərə bölünür? Baxın, 2-yə bölünürmü? 2-yə bölünür. 3-ə. 3-ə bölünmə xassəsi nə idi? Rəqəmlərin cəmi 3-ə bölünsün. Baxın, 54. Nə zaman 3-ə bölündüyünü görmək olar. 5 ilə 4-ü toplasaq 9 elə demək 3-ə bölünür. Demək 54 3-ə bölünür. 54-ün bölənlərinə ehtiyac yoxdur bu birisi. 54-ün hansı bölənləri var? Baxırıq. 1-1 3-ə, 5-ə bölünmür, 9-a bölünür uşaqlar. 13-ə bölünmür, 19-a bölünmür, 24-ə bölünmür, 27-yə bölünür, 48-ə bölünmür. Zaten uluslar ondan böyük olur, bölünmür. Hansılar oldu? Bu 4 dənə rəqəm oldu. İndi üçüncüyə. Sadə ədədləri tapın. Sadə nə idi? 1-ə və özünə bölünsün. 2 sadədir, 1-ə və özünə bölünür. 3 də sadədir. 5 də sadədir, 1-ə və özünə bölünür. 13-dür, 1-ə və özünə bölünür. 19-dur, 1-ə və özünə bölünür. Başqa varmı? Xeyr. Gördünüz, 24-ün çoxlu böləni var. 27-nin eləcək, 48-in də eləcək. Çoxlu böləni. Sadə bölənlər o idi ki, sadə ədədlər 1-ə və özünə bölünsün. Bu, sadə ədədlər deməkdir. İndi keçirəm 4-cüyə. Həm 6-nın, həm də 8-in bölünənləri, yəni bölünən bayaqlarım dedim, nə olur? Böyük ədəd bölünənləri. 6 ilə 8-in hansı bölünənləri var? Bunlardan baxaq. Hansı ədəddə həm 6-ya bölünür, həm 8-ə? 24. Həm 6-ya bölünür, həm 8-ə bölünür uşaqlar. Buna görə hansı olduğu 24. 48. Həm 6-ya bölünür, həm də 8-ə bölünür. Bəli, 48. 24, 48, 66, 6-ya bölünür, ancaq 8-ə bölünmür. 120, 6-ya bölünürmü? Bəli. 8-ə bölünürmü? Bəli, o da bölünür. Baxaq, 15 eləməlidir də. Aha, 120 bölünür 8-ə də, 6-ya da. 132, 6-ya bölünür, ancaq 8-ə bölünür. Baxaq. 1 dəfə 8, 52 bölünmür 8. Demə 6-ya bölünür. 8-ə bölünmür. 5-ciyə baxırıq. Həm 18-in, həm də 45-in bölənləri. Həm 18-ə, həm də 45-in bölənləri hansı ədədlərdə baxaq. Həm 18-ə, həm də 45-ə bölən. Bax, 18 2-yə bölünür, 45 2-yə bölünmür. Bu olmaz. 18 3-ə də bölünür. 45 3-ə də bölünür. Hər ikisini bölən. Demək 3. 18 3-ü götürdük. 5 18 5-ə bölünmür, ancaq 45 5-ə bölünür. Bunu götürmək. Həm deyir 18-in bölənidir, həm də 45-in. Olmaz. 18 həm 9-a bölünür, 45 də 9-a bölünür. Bəli, bunu götürürəm. 18 13-ə bölünmür. 18 19-a bölünmür. Digərləri sayılmır. Hansılar oldu? 3 və 9. Həm 18-in, həm də 45-in bölənləridir. Keçirəm 6-cıya. 78-in bölənləri olan sadədləri tapın. Bölənləri 78, bunlardan baxaq hansılara bölünür. 78. Hansı ədədlərə bölünür? 2-yə bölünür. Sadə ədəddir də, bəli. Deyir, 48-in böləni olan sadə ədədləri tapın. 2, sadədir. 78, 3-ə bölünür, bəli. 7 ilə 8 toplayanda 15 eləyir, 3-ə bölünür. Demək, 3 sözü sadə idi, bölünür. 78, 5-ə bölünmür. Ona görə 5-i götürmürəm. 78, 13-ə bölünürmü? Bəli. 6 eləyir də deyəsən. 18, bəli. Demək 13-ü götürürəm. Sadə ədəddir axı. 19. Olmaz. 27.
D. 27 olmaz. 48 olmaz. Olmaz. Şu. Bu kadar. Aha. Olmaz. Hansılar oldu? 2 ve 13. 6'da. 6-cıydı da. 2, 3, bir də 13. Demək, hansılar oldu? 2, 3 və 13. Cavabımız budur. Keçirəm 6-cıya. 6-da deyir ki, 70'in natural bölənlərinin sayını tapın. 70'i sayda vuruqlara ayırın uşaqlar. 2'ye bölünəndə 35. 5'e bölünür 7, 7, 1. Demək 2'dən 1 dənədir. Vurulsun. 5'dən 1 dənədir. 7'dən də 1 dənədir. Natural bölənlərin sayı necə tapılır? Qüvvətlərin üzərinə 1 gələm. 1 gəldi. Bunun qüvvətin üzərinə də 1 gəlirəm. Baxın, bunun üzərinə 1 gəldim. Bunun üzərinə 1 gəldim. İndi bunun üzərinə də 1 gələm. Nə elədi? 2, 2, bu da 8 elədi. Natural bölənlərinin cəminin. Natural bölənlərin sayını demir. Xeyr, bu sayıdır. Gəlin natural bölənlərin cəmini tapaq. 70'in hansı natural bölənləri var? Bərabər qoyuram. 2'ye bölünür natural böləni. 1'e bölünür natural bölənlərin cəmi, natural bölənləri. 2'ye bölündü, 3'e bölünmür, 4'e bölünmür, 5'e bölünür, 7'ye bölünür, 10'a bölünür. Sonra 5'e bölün, 7 dəfə 5'e bölünəndə nə edir uşaqlar? 14 eləyir deyəsən. 14. 1'e bölünəndə 70 eləyir. 2'ye bölünəndə 35 eləyir. Başqa olmur. Demək, bu natural bölənlərin cəmini baxaq. 2 üzərinə 1, üzərinə 5, üzərinə 7, üzərinə 10, 14, üzərinə 70, üzərinə 35. Gəlin baxaq. 2 ilə 1, 3, üzərinə gəldim bu 7-ni. 10, 15, 25, 25'in üzərinə 14 gəlirəm. 39, 39'un üzərinə 70 gəldi. 39'un üzərinə 70, 109, 109'un üzərinə də 144 eləyir. Demək, cavabımız nə oldu? 144. Natural bölənlərin cəmi nə verdi? 144. İndi deyir ki, bu 144'ün 12'də 7 hissəsi. Bunu buna bölürəm. 12, 144'ün 12'ye bölündü. 12, 12'ni də 7'ye vuranda nə etdi? 84. Cavabımız 84 eləyir. 6-cıda. İndi 7-ciyə keçirik. Cavabımız 84. 7-cidə. İndi baxırıq. Uşaqlar, bunu öz-öz eləyin. 83'ü vuracaqsınız. 78'e əvvəlcə vurmanı edirik. Sonra alınan cavabın üzərinə də gəlirik. Nəyi? 5513'ü. Bu şəkildə edərsiniz. Hesablayarsınız. Sonra 8'e keçirəm. Deyir ki, tənliyə həll edin. X vurulsun 9 bərabərdir 215'dən 35'i çıxıram. X vur 9. 5'dən 5 çıxanda 0, 11'dən 3 çıxanda 8. Bu da vurmadı. Sağa gələn nə olur?
bölmə 180 bölünsün 9 olur. X də bərabər nəyə? 20-yə. İkinciyə baxıram. X bölünsün 13 bərabərdir 65 17. X bölünsün 13 bərabərdir 12 7 82. X də bərabərdir 82 vurulsun 13 olur. Özünüz tapıb qoyarsınız. Sonra 5-ciyə baxıram. Səkizin 5-cisidir. 5-ci deyirəm, 3-cüyə. 5 vurulsun X bərabərdir 163 üzərinə 242. 5 vur X bərabərdir 5, 10, 3, bu da 4. X də bərabərdir 81. Cavabımız 81. Dördüncü. 1704 bölünsün A bərabərdir 87 çıxılsın 16. 1704 bölünsün A bərabərdir 71'ə. A da bərabərdir 1704'ü nəyə bölsən 71 elə. Demək 1704'ü böləcəm 71'ə. A da nəyə bərabərdir? Baxam 1704'ü 71'ə bölürəm. 2 dəfə 100. 42 eləyir. 8. 6 qaldı buradan. 6'ın 4 284. Bu da 4. 24. Cavabımız nə oldu? 24. İndi 5-cisinə keçirəm. Deyir ki, A bölünsün 7 bərabərdir 2365'dən çıxıram 1050'ni bölürəm 25'ə. 1050 25'ə bölünəndə neçədir? 105'sində 4 dəfə olsan 100 eləyir. 1050 25'ə bölürəm 4 dəfə olur. 150'ni də bölürəm. O da 2. 42. Bura cavab nə oldu? 42. A bölünsün 7 bərabərdir 2365'dən 42'ni çıxıram. A bölünsün 7 bərabərdir 3. Bu da 2. A da bərabərdir 2323'ü vururam nəyə? 7'yə. Çünki bölmədi. Sağa gələn nə olur? Vurma. 2323 vurulsun 7 olur. 3 dəfə 7. 21, 14, 16. 1 yadda 21. 2 yadda 14. 14'ün üzerine de 2, 16. Nerede? 16.261. 6'ncıya baxıram. N vurulsun 14 bərabərdir 32 vurulsun 17 üzərinə 338. 32 vurulsun 14. 17. 14. 1 yadda 21, 22, 2, 3, 4, 544. N vurulsun 14 bərabərdir. Bura nə elədi? 32'ni 17'ye vuranda 544. 544. 544 üzərinə 338 gələm. N vurulsun 14 bərabərdir. 12 1 yadda 7 8 8 882. N də bərabərdir 882'ni vuracağız. Böləcəyiz nəyə? 14'ə. Aha.
Burada bölüm 882'ni 14'e böləndə 5 dəfə 70, 6 dəfə olanda 84 olur. Aha, 6 dəfə olsun. 84 və 42, 42 də 3 dəfə. 63. Cavabımız nə oldu? 63. Burada cavabımız 63. Burada nə idi? 16261. Sekizincini yazdıq. İndi doqquzuncuya baxıram. A bölünsün 28 bərabərdir. 25'dir deyəsən burada. 25'dir, bəli. Qalığımız 8'dir. A-nı tapmaq üçün 28'i vuracam 25'ə, toplayacam 8'ə. Gəlin kənarda 28'i vuracam 25'ə. 40, 4 ya da 14, 5. 0, 0 da 7. 700. 700. Bura nə etdi? 700. O da 8. Nə elədi? 708. Demək, A-mız neçə oldu? 708. 3021'dən çıxacam. 2 vurulsun 708'ə. 3021 çıxılsın. 2 vuralım 708'ə. 16. Bu da 14. 1416. Bərabərdir. 3021'dən 1416'nı çıxıram. 11'dən 6, 5. 1'dən 1, 0. Burada qaldı. 10'dan da 4, 6. 2'dən də 1. 1605. Cavabımız 1605. Keçirəm 10-cu tapşırığa. Deyir ki, A-nı A-ya vuranda 81 eləyir. A vurası A bərabərdir 80. Hansı eyni ədəddir ki, bir-birinə vuranda 81 eləyir? 9 ədəddir. A-mız nədir? 9. B-miz bölünsün A bərabərdir 23. B bölünsün A-mızı nə tapdıq? 9. 23. B də bərabərdir 23'ü vuracağım 9'a. Ne eləyir? 207. Cavabımız 207. A'mız 9, B'miz 207. İkincisine baxıram. Deyir ki, 14 vurulsun A bərabərdir 1344. A nəyə bərabərdir? 1344'ü böləcəm 14'ə. A da bərabərdir. Neçə alınır? 96. 96 alındı. İndi deyir ki, A'mız 96'nı B'ye bölsəm bərabər nəyə? 8'ə. B də nəyə bərabərdir? 12. B'miz 12, A'mız 96. İndi üçüncüyə baxıram. 120 bölünsün C bərabərdir 8. C'miz nəyə bərabərdir? 120 bölünsün 8'ə. C nəyə bərabər oldu? 15'ə. Eləmi? 15 oldu. İndi D'ni tapmalıyıq. C vurulsun D. C'miz bəlli oldu. 15 vurulsun D'yə. Bərabərdir 465'ə. D'miz nəyə bərabərdir? 465'i böləcəm 15'ə. D də bərabər nəyə? 31'ə.
Aha, 31. C'miz 15, D'miz 31. Dördüncüye baxıram. C vurulsun C bərabərdə 6400. Hansı ədəddir ki, eyni ədəddir vuranda 6400 olunur? Demək 80 ədədidir. 80 80-ə vuranda 6400 alınır. İndi deyir ki, C bölünsün D bərabərdir 5-ə. C'miz nə idi? 80 idi. Bölünsün D bərabərdir 5-ə. D-ni tapmaq üçün 80-i böləcəm 5-ə. O da nə verir? 16. Cavabımız 16. Demək, C'miz 80, D'miz isə 16. Bu qədər.